İzahlı test 62-ci hissə 5-ci sinif ingilis dili. Choose a correct translation. Düzgün tərcüməni seçin. Bizim məktəb kitabxanasında çoxlu kitab var. В нашей школьной библиотеке много книг. Bizim məktəb kitabxanasında çoxlu kitab var. Necə olacaq? There are many books in our school library. A bəndi doğru cavabdır. B bəndinə baxaq. We have a lot of books in the library. Bizim kitabxanada çoxlu kitablar var. Bizim kitabxanada çoxlu kitablarımız var. Belə çıxır cümlənin mənası. Belə B doğru deyil. In the library there are few school books. Kitabxanada biraz məktəb kitabları var. Bu da doğru deyil. Our school library has some books. Bizim məktəb kitabxanamızın bir neçə kitabı var. Bu da doğru deyil. A bəndi doğru cavabdır. 7-ci sual. Choose the correct articles. Is there department store near cinema? Deyir ki, onu vermək varmı? Kinoteatrın yanında onu vermək varmı? Biz onu vermək haqqında, department store haqqında birinci dəfə danışırıq, bizə məlum deyil. Is there a department store? Qeyri-müəyyən artıq işlənəcək. Is there a department store? Sinema artıq bizə müəyyəndir ki, hansı kinoteatrdan biz danışırıq? Niyazə sinema olacaq. C bəndi doğru cavabdır. 8-ci sual. Choose the correct variant. Düzgün variantı seçin. I am going to the post office. I am going to the post office. Mən poçta gedirəm. Bir doğrudur. I am going at a chemist shop. Mən aptekdə düz gəlmir. I am going at the bookstore. Mən kitab mağazasında. Bu da düz gəlmir. I am going to the sports hall. Mən idman zalına gedirəm. Doğrudur. 1 ilə 4 doğru cavabdır. 9 və 10-un sualının cavabını videonun altında şərhdə, kommentlərdə yaza bilərsiniz.